Salam dostlar, mən Paşayeva Aytekin. Bugün sizlərə Namazov çalışmalar kitabından silindrin səthinin sahəsinin suallarının izahını verəcəyim. Baxaq 3-cü suala. Uşaqlar, burada birinci və ikinci sualı özünüz yazacaqsınız. Özünüz təcrübə üzərində aparılan bir suallardır. Baxaq 3-cü suala. Deyir ki, verilmiş nümunəyə əsasən aşağıda verilən silindrin tam səthinin sahəsini tapın. Gəlin baxaq çalışma 3. Dostlar, izaha keçməmişdən qabaq sizdən də kiçik bir xahiş edim ki, YouTube kanalımızı bəyənib dəstək olub abunə olun ki, həm sizin üçün faydalı olsun, faydalı izahlardan xəbəriniz olsun, həm də mənim üçün dəstək, yəni faydalı olasınız. Keçək uşaqlar izaha, baxaq birinci suala. Gəlin baxaq. Çalışma 3. Baxaq. Şəkilə aid sualın həllini yazacağıq. Deməli, pi-ni 3 verir bizə. Deyir ki, silindrin tam səthinin sahəsini tapın. İlk öncə bu çevrələrin sahələrini tapaq. Bunun da birinin radiusu 3-dürsə, oturacaqların, yəni bu dairələr oturacaqlarıdır və bunların sahəsini tapsaq, S bərabərdir pi r kvadratı düsturundan tapaq. Pi 3'dür, r-imiz də 3'dür. 3'ün kvadratı 9, 27. Bir dənəsi 27-dirsə, 2 dənə olduğuna görə 2'yi 27'yə vururam 54. Deməli, bu oturacağın sahəsi. Aha, indi baxın, burada bunun uzunluğunu biz tapmağımız üçün nə edəcəyik? Bunun uzunluğunu zaten bizə 18 verib. 2 pi r çevrənin uzunluğu s bərabər 2 pi r 2 vur 3 vur 3. Yəni belə də tapa bilirik 18, belə də özü verib 18. Bu 18'i burada düz bucaqlı alındığına görə 18'i də 5'ə vururuq. Bunun sahəsini alırıq. 18 vur 5 oldu 90. İndi tam səthinin sahəsini tapmaq üçün S tam bərabərdir. 54 ilə 90'ı toplasaq, bu bizə verəcək 4. 444 santimetrin kvadratı. Bu şəkildə alarıq. Bu 3-cü çalışmanın birincisi idi. İndi keçək ikinci şəkilə. Bu da olsun ikinci şəkil. Bu da olsun birinci şəkil. Birinci şəkilə aid sualı həll elədik. İndi ikinci şəkili həll eləyək. Gəlin baxaq uşaqlar. Deməli, bura 6'dır. Bu dairəsi 4'dür. Onda dairənin sahəsi pi r kvadratı bərabərdir 3 vur 4'ün kvadratı 16, 3'ə vuranda 48. Bu şəkildə almışıq. Deməli, indi bir dənə dairənin sahəsi 48-dirsə, S oturacaq, bu oturacaq, S oturacaq. 2 dənə dairə olduğuna görə 2 vurulsun 48. Bu da oldu 96. İndi mən burada düzbucaqlı yaranır və bu düzbucaqlının eyni 6'da uzunluğunu tapmaq lazımdır. Bu 6 uzunluq bu çevrənin uzunluğuna bərabərdir. Yəni bu silindrin açılışı, yəni bu şəkildə düzbucaqlı kimi olur. İndi gəlin tapaq. Çevrənin uzunluğu 2 pi r düsturu ilə tapılır. 2 vur pi 3'dür, r də 3'dür. 9, bu da 18 oldu. Yox, r'imiz 3 değil, r'imiz 4 verib. Pi'miz 3'dür. R'imiz də 4'dür. Bu 12, 12 ilə 2'yə vuranda 24. Bu şəkildə alıram. Deməli, uzunluq 24 oldu. Yəni buradan bura 24. 24'ü də vururam 6'ya. 6'yı 4'ə 24, 6 2'yə 12, 14. 144. 144 nə oldu? Buranın sahəsi. 144'ün üstə də 96 gələndə 10, 13, 14, 240. Bu şəkildə aldıq. Cavab oldu 240. Bu şəkildə. Deməli, çalışma 4'ə baxaq dostlar. Silindrin oturacağının radiusu 3, r bərabərdir 4. Tam səthinin sahəsi S tam 162. Silindrin yan səthinin sahəsini tapın. S yan bərabərdir sual. Deməli, mən S oturacağı tapaq sahəsini. S oturacaq dairə olduğuna görə pi r kvadratı düsturundan istifadə edirəm. Pi-ni 3 verir.
R'miz də 3'dür. 3'ün kvadratı 9, 27. Bu oldu silindrin oturacağı. Bunun bir oturacağı olduğuna göre, bir oturacaq 27 olduğuna göre ne olur? 2 oturacaq olduğuna göre 2 vur 27, sonra 54. Deməli oturacaqları 54'dür. İndi deyir yan səthinin sahəsini tapın. Tam səth 162 ise oturacaqları çıxsam 162'dən 54'ü çıxsam 12'dən 4'ü çıxıram 8, 15 0 108. Deməli S yan səthinin sahəsi 108 santimetrin kvadratı olur. Davam edək çalışma 5'dən. Çalışma 5'te deyir ki, silindrin oturacağının radiusu 6 cm, hündürlüyü 8. Silindrin tam səthinin sahəsini tapın. Silindrin radiusu 6'dır. Silindrin radiusu R bərabərdir 6. Hündürlüyü 8'dir. Silindrin tam səthinin sahəsini tapın. Baxın, bu bizim silindrimiz olsun. Fikir verin. Silindrin radiusu 6, hündürlüyü 8, tam səthinin sahəsini tap deyir. S tam. Bərabər sual. Hündürlük 8 deyəndə baxın, buranı nəzərdə tutur. Radius tam səthinin sahəsini istəyir. İndi S oturacaqları tapanda pi R kvadratı. Pi'miz 3'dür. 3 vurulsun. R'miz 6'dır. 6'nın kvadratı. O da bərabərdir. 3 vurulsun 36. O da 108. 2 dənə oturacaq olduğuna göre 2 vurulsun 108. O da 16. 1, 216. Deməli S oturacaq. Oturacağın sahəsi sahəsi 216. İndi mənə lazımdır tam səthini tapmaq. Tam səthini tapmaq üçün çevrənin uzunluğunu 2 pi r L bərabərdir 2 pi r 2 pi çevrənin uzunluğunu vururam haşa. İlk öncə çevrənin uzunluğunu tapaq. 2 pi. Pi'miz 3, R'miz də 6. Bu 18, 36. Onda S yanı tapmaq üçün nə edirəm? 36'nı vururam 8'ə. Deməli 48, 8 3'e 24, 28. Sonra da 288 ilə 216'nı toplayıram tam sətin sayəsini tapmaqdan ötürü. 14, 9, 10, 4, 5, 504. Deməli cavab oldu. Tam sətinin sahəsi S tam bərabərdir 504'ə. Bu qədər dostlar, silindrin sahəsi mövzusundan olan sualların izahı bu qədər. İndi növbəti izahımız silindrin həcmi olacaq. İzləmədə qalın. Kanalımızı bəyənib abunə olun. Sağ olun.